Ya Allah, Bismillahirrahmanirrahim. Uğur Travel şirketi olarak her birimizi salamlayırıq. İnşallah Peygamber ziyaretine gelirsiniz, Mekke Medine ziyaretine gelirsiniz. Allah evinin, Kabe evinin ziyaretine gelirsiniz. Allah âli derecede kabul eləsin inşallah. Sağ salamat gedip sağ salamat gələsin inşallah. Allah Teala her biri bize vacib həc ziyaretini nasip eləsin inşallah. Allah yolumuzu açıq eləsin. Allah Teala həmişə sizləri bu ziyaretlerde karar versin inşallah. Allah kabul eləsin. Ya Allah, hər birinizi salamlayırıq. Allah ziyarətlərinizi qəbul eləsin inşallah. Sizdən xahişimiz odur ki, bizlər üçün də dua eləyəsiniz. Allah dualarınızı ali dərəcədə qəbul eləsin. Aləmlərə rəhmət olan Həzrət Peyğəmbərimizin şifayətini Allah hər birimizə nəsib eləsin inşallah. Ya Allah, Bismillahirrahmanirrahim. Allah ziyarətlərimizi qəbul eləsin. Allah sizi sağ-salamat gedib ziyarət eləyib, sağ-salamat qaydanlardan qərar versin inşallah. Allahın evinə gedirsiniz, Allah özü sizə nəzər eləsin inşallah. Qəlbinizdə nə niyyətiniz, nə arzunuz, nə duanız varsa, o duaları qəbul eləyib, inşallah ki, o cürünə qayda sallanızla. Allah sizə tezliklə vacib həcc ziyarəti nəsib eləsin. Sabahınız xeyir olsun, günümüz uğurlu olsun inşallah. Allah qoysa bir həftə xidmətinizdə olacağıq. Gələn həftənin bu gününə kimi, bu gün buradayıq, hal-hazırda buradayıq və Allah qoysa bu günü axşamı yaradılışın səbəbkarı Hz. Peyğəmbərimizin ziyarətində olacaq. İndi bir kimin ad familiyası çəkilirsə, zəhmət olmasa yaxınlaşır bizə. Xanımların loqosunu, şirkətimizin nümayəndəsi Alimə xanım verəcək, kişilərin loqosunu Rasim qardaş, pasportlarla vizaları mən paylayacağım və şirkətin tərəfindən hədiyyə olunan ümrə kitabçaları ilə sumkaları da qardaşlarımız verəcəklər. Kimin ödənişi qalıbsa, xahiş edirik ki, yaxınlaşırlar, kostyumlu formadadır. Hacı Davud şirkətimizin rəhbəri ödənişlərini tamamlasınlar və 8-ci rəqəmdən 16-cı rəqəmə kimi. Baxın ora, sarı rəngdə. 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. İstənilən rəqəmdən qeydiyyatdan keçirik, keçəndən sonra liftlə qalxırıq 3-cü mərtəbəyə. Oradan qeydiyyatdan keçirik, biletdə yazılan rəqəmdir, bizim qapımız. Gedib orada cəmləşirik ki, inşallah uçuşumuz olsun. Allah sağ-salamatçılıqla gedib ziyarət edib qayıtmağı nəsib eləsin. Mirmanapova Natəvən xanım.